Dünyanın heç bir yerində elə bir qaranti yoxdur ki, mən əməliyyatdan sonra kökəlməyəcəm, mən sənə elə bir əməliyyat eləyəcəm ki, sən kökəlməyəcəksən, səndə deformasiya olmayacaqdır. Çünki əməliyyat olunmamış xanımlar, yəni özümüzə də diqqət etirsək, ilk keçdikcə bədən quruluşumuzda dəyişikliklər olur. Bu il başqa bir bədən quruluşuna sahib olursan, bir ildən sonra tamam ya qollarında kökəlmə baş verir, ya kürək nahiyəndə və yaxud da üz nahiyəndə, ən çox da üz nahiyəsi bizləri narahat edir ki, ilk keçdikcə üz nahiyəsində sallanma olur, əzələ boşluğu yaranır, gözlər ətrafı qırışır. Yəni bunun səbəbi bizim keçirmiş olduğumuz 2 il, 3 il öncə, 4 il öncə olan əməliyyat deyil. Bəzən pasiyentlər hər bir özündə olan problemi keçirmiş olduğu plastik əməliyyatla əlaqələndirir. Amma plastik əməliyyat olunmusan deyə sən qocalmayacaqsan, sən yaşlanmayacaqsan, dərində elastiklik itməyəcək, bədəndə deformasiya olmayacaq deyəcək bir şey yoxdur.